Beləliklə, qarşımızda topdan satış müəssisələrini və yaxud pərəkəndə satış və yaxud istehsal prosesini işlədən bir proqram var. Bu proqramla indi çalışacağım ki, sizi tanış edeyim. Beləliklə, proqramı açdıqda bu cür açılır və parol soruşulur. İndi hər halda bizim indi parolumuz yoxdur və ona görə sadəcə enter düyməsini basıram. Dolların bugünə kursu soruşulur. Deməli, dolların bugünə kursu deyək ki, 0.785 qəpik təşkil edir. OK, basırıq və deməli, proqram açıldı. Artıq proqram işləməyə tam hazırdır. Deməli, burada nədir? Burada birinci siyahılardır, sonra qalıqlar, yəni ilkin qalıqlar. Proqramı başlayanda işə ilkin qalıqları bura daxil edirik. Yəni, hal-hazırda vəziyyət nə cürdür? Kassanın ilkin qalığı, malların ilkin qalığı, borclar. Siyahılarda isə yalnız adlar yazılır. Alıcılar, klientlər deyək. Və bir də mal satanlar, kimdən ki biz malı alırıq, onların adları yazılır, belə bura, misal üçün. Sonra malların adları yazılır, belə. Bir də gündəlik xərclərin adı yazılır, yalnız adları. Qalıqları da dediyimiz kimi deməli, ilk dəfə dükanı proqramla işlətməyə başlayanda qalıqları sayırıq, yazırıq malların ilkin qalığına, kassamızda nə var onu yazırıq bura və alacağımız, verəcəyimiz borclar nə varsa bura onları daxil edirik. Daha sonra keçirik, deməli, əsas gündəlik iş gedən, proses gedən yerlərə. Bu malın alınmasıdır. Malın alınması dirhəmlə ola bilər, Dubaydan, misal üçün Kitaydan, Çindən alınırsa yuanla və yaxud dollarla alına bilər. Yəni, bu proses necə baş verir? Misal üçün, deyək ki, ayın tarixi, tutaq ki, indi bugünkü tarixdə mal alırıqsa, OK, basdıqda açılır malın alınması. Deməli, tutaq ki, F1 düyməsi, misal üçün, istənilən bir, tutaq ki, deyək ki, xaricdəki bir dükandan mal alırıq və yeni ad yazırıqsa F3-ü basırıq burada. F3-ü basanda yenidən F1 və dükan adını yazırıq. Misal üçün yazırıq, tutaq ki, Kitay. Enter. Dollar manat bölməsində 1 yazırıq. Yəni ki, bu bizdən dollarla işləyir. Xarici valyuta ilə işləyir. Çıxdıq, düşür bura mal satanın adı kimi. Sonra malın adının üstündə F2 düyməsi və istənilən bir misal üçün 001 kamin, tutaq ki, bunu alırıq. Deməli, qiyməti yuandan deyək ki, 200 yuandır. Sonra kurs yuan deyək ki, 6.6-dır. Razmerlər, alış qiyməti dolları görürüz ki, avtomatik çıxartdır. Yəni ki, yuanı böldü kursa, aldı alış qiyməti dollar. Yox, əgər promoya alış qiyməti dolları yazmaq istəyirsinizsə, onda heç bunları yazmağa ehtiyac yoxdur. Bax, silirəm, promoya alış qiyməti dollar yazıram, tutaq ki, nə bilim, 100 dollar, misal üçün, 100 dollar alıram. Aha, bu, öncədən yadında saxladığı qutunun ölçüləridir, hansıları ki, yadda saxlayır. İndi tutaq ki, ölçülər dəyişilibsə də, İndi misal üçün yazırıq, en uzun hündürlükdə, misal üçün yazırıq 60, tutaq ki, 30.5 və tutaq ki, 43. Bu bizim ölçülərimiz. Avtomatik gördüyümüz kimi bir qutunun kubunu çıxartılır. 0.079. 1 metrin qiyməti də ki, yəni ki, konteynerdə olan metrin qiyməti, misal üçün 2040 dollardır. Və yaxud da ki, 340 dollar kubun qiymətidir. Ola bilər ki, 340 deyil, lap 300. Onda metr olur 1800. Kubla metri yəqin ki, bilirik də, vırırıq 6-ya. Kubun əlavə xərci. Kubun əlavə xərci nədir? Misal üçün, biz xaricə gedmişiksə malı vurmağa, tutaq ki,
2000 dollar pul xərcləmişik və 70 kub mal vurmuşuq. 2000 dolları bölürük 70 kuba, alınan kubumuza çəkilən əlavə xərc kimi malın üstünə gəlməlidir. Və misal üçün, hər kuba əlavə 20 dollar pul xərcləmişik, öz rasxodumuz. Ölçülən vahid qutuda say. Deməli, ölçülən vahid hansı, nəyi ölçmüşük bu ölçülərdə? Bax, bu 3 dənə ölçü nəyidir? Qutunundur. Qutunun da içində neçə dənədir? Tutaq ki, 24 dənədir. 24 dənəni ölçmüşük, yəni. Qutuda sayda elə 24-dür. Deməli, onda ədədin yol xərci 1,05 dollar təşkil elədi. Pulun faizi, xaricə biz pulu göndərdiksə mal üçün, haradasa deyək, tutaq ki, 1% pulun faizinə çəkilən məsrəfdir, pulu götürtməyə. Və mayası avtomatik alındı, görürsünüzmü? Mayası 102,6 dollar. Və bugünkü kursu da avtomatik göstərir və bu kursla da çevirir, manatla olur 80 manat 12 gəlir. İndi işlədənin, yəni ki, istəyindən asılıdır. İşlədən promoy mayanın üstünə faiz də gələ bilər, tutaq ki, 20% hər malın mayasının üstünə gəlsə, avtomatik satış qiymətini verir 96 dollar. Və yaxud da ki, elə sadəcə qiymət qoya bilər. 80 manat idi, qoyub 90 manat satış qiyməti. 12,33%, yəni üstünə pul gəlir. Bunu da informasiya kimi göstərir. Miqdar cəmi, tutaq ki, 240 dənə almışıq və hamısı gördüyümüz kimi getdi ambara. Ambara 240 dənə. Əgər malın bir hissəsi, misal üçün, dükana gəlirsə, tutaq ki, 140 dənəsi dükana gəlir. 140-ı yazırıq dükana, enteri basan kimi, gördüyümüz kimi ambarda qaldı 100. Məbləğ, dollarla məbləğ azəyinlə də göstərir. Cəm 240 dənəyə olan nə qədər pul təşkil elədi, onu da qeyd elədi. Konteynerin yol xərcini də göstərdi, 237 dollar. Yəni ki, bu summanı biz kargoya ödəməliyik, bizim yolumuza çəkilən xərcdir. Ümumi yol xərci isə bizə göstərir ki, 252,800 olur. Yəni ki, o 20 dollar ki var idi, kubun əlavə xərci, onu da gəlib onun üstünə. Və beləliklə bu siyahını biz davam da etdirə bilərik. Və bu alınan bu 001 modelli kamin avtomatik 240 dənə oturdu bizim astatqamıza, baxa da bilərik ona. Misal üçün, 1 mal haqqında servis, 1 mal haqqında informasiya, 001. 001 kamin gördüyünüz kimi 100 dənə say ambar, 140 dənə say tükan, 80 manat 12 qəpik maya dəyəri, 90 manat satış qiyməti. Belə göstərir. Deməli, sonra malın alınması AZN-lə. Yəni ki, pozmaq da istəyəndə, misal üçün, bayaq ki, sətrimizi bu böyrü belə qaraldırıq və sadəcə esk düyməsi ilə çıxırıq. O, hər şeyi pozdur. Malın alınması AZN-lə və yəni bu nə deməkdir? Yəni, tutaq ki, burada gedib kimdənsə biz mal alırıqsa manatla, orada da mal satanın adını qeyd edirik, malın adını qeyd edirik, maya dəyərini yazırıq, satış qiymətini yazırıq, miqdar cəmi, dükana, ambara nə qədər getdi və salam. Bu sadə bir prinsipdir. Ondan sonra malın ambardan dükana verilməsi, yəni ambarda olan malı dükana verib, oradan satış edə bilirik. Satış var, qaymənin ləğvi, alınmış malın qaytarılması, satılmış malın qaytarılması, xarab olmuş mallar, kassadan verilmiş pul, kassaya daxil olan pul və s. Gündəlik xərclər, yolda olan mallar, axtarış sistemi, gündəlik operasiyaların yekunu, belə bir sistem yanımız burada, yəni ki, burada baxa bilirik ki, nə işlər görmüşük gün ərzində. Sonra, bu da axtarış sistemidir. Bir müştəriyə hansı mallar buraxılır, bir firmanın hansı malları satılır, bir mal kimlərə nə vaxt satılır və belə bütün axtarış sistemi ilə tanış ola bilər. Sonra, daha sonra print, qaymələrin çapı, dollarla işləyən klientlər üçün, manatla işləyən klientlər üçün, müştəri ilə hesab kitabının aparılması, haqq hesabının aparılması, yəni beləncə bir, tutaq ki,
klient yazım bura və bunun hesab kitabına baxaq. ...2009-cu ildən üzübəri tüm oyunla olan haqq hesabların hamısını bizə indi göstərəcək. Yəni burada günbəgün göstərir ki, hansı malları bizdən nə vaxt qaymə ilə götürüb, hansı nə qədər ödəniş edib, nə qədər borcu qalıb, hamısını burada bizə göstərəcək. Yəni istənilən şeyi istənilən kliyentə sübut eləmək çox asan məsələdir. Elə bir çətinlik törətmir. Budur, açıldı. Deməli, burada görsəniz ki, qaymə üzrə məbləğlər və ödənişlər və həmin günün sonlarına və tarixlərlə günün sonuna qalıb, yəni heç nə də gözlüyünüz kimi qalmıyor. Sonra bax, bu altıları görürsünüz, bu nədir? Deməli, müştərinin qaytardığı mal, qaytarılan məbləğ. Onlar da düşür bura, avtomatik bunlar düşür bura. Bu da son nəticə. Qalıq borc, manatlar 0. Beləliklə, sonra burada malıq dövriyyəsidir, malların qalıqlarıdır, borclar barədə məlumatdır. Mənim kapitalımdır, heç bir əməliyyat olmayan malların adları, borcun vaxtını keçirmiş müştərilər. Bir də statistika bölməsi var. Burada da ki, bütün ay ərzində, period ərzində, il ərzində statistik nəticələrdir. Yəni ki, nə eləmişsiniz, nə qədər gəlir əldə eləmişsiniz, nə qədər mal satmışsınız, hamısının statistik nəticələridir. Bir də servisdir, proqram buradan bağlanır. Kalkulyator, kalendar, hesablama. Hesablama nədir? Yəni hesaplamanı basdıqda indiyə qədər proqramda nə işlər görmüşsünüzsə, proqram hamısına bir dənə kontrol edir. Yoxluya gətirir və son nəticəni çıxardır və hər şeyi yerbəyerinə təzdən yoxlayır, qoyur və göstərir ki, vəziyyət əslində bu cür olmalıdır. Əgər şübhəniz nəyəsə varsa ki, nəyəsə düz gəlmir, hesablama verib onu yoxlaya bilərsiniz. Sonra bir mal haqqında informasiya, kassada yaranan fərqlər. Kassada yaranan fərqlər nədir? Misal üçün, əgər tutaq ki, siz alver eləmişsiniz, məsələn 500 manat, lakin sizin kassanız göstərir ki, alver olub 400 manat, 100 manat. Yadınızdan çıxıb yazmamışsınız və bilmirsiniz ki, nədir yazmamışsınız. Onda bura qeyd edirsiniz, o kassanın süni sürətdə düzəldir və sonra haçansa qalıqları sayanda onu aşkara çıxardıb satışa verirsiniz və bununla da hər şey düzəlir. Bir də sos var, ekstremal təmir. Yəni, proqramda hər hansı səbəbdən bir nasazlıq əmələ gələndə avtomatik düzəlmə olur. Onu basırsınız, ekstremal təmir və yazır. Proqramda baş verən hər hansı bir nasazlıq aradan qaldırıldı. İşi davam etdirə bilərsiniz. Yəni ki, hər hansı bir nasazlıq var idisə, proqram öz-özünə avtomatik özünü təmir edir. Və salam. Sizə bu proqramı deməli, demo variantda da vermək olar. Müəyyən müddətə 10 günə, 15 günə, 1 aya, yəni ki, yoxlayasınız, görəsiniz işinizə yarayır ya yox. Və istədiyiniz əməliyyatları da bura daxil eləmək olar. Hansı ki, bəziləri ola bilər sizi qan eləyir, bəziləri ola bilər ki, sizi qan eləmir və yaxud başqa cür olsaydı daha gözəl olardı. İstədiyiniz formaya gətirmək mümkündür. Bizimlə əlaqə saxlayıb proqramı əldə edə bilərsiniz. Hamınıza işlərimizdə uğurlar arzulayıram.